Azərbaycan əhalinin yeni sayı açıqlandı. İndi bax, bəzən eşidirik ki, biri deyir 11 milyondur, biri deyir yox 12 milyondur. Digəri deyir yox, heç 8 milyon da deyilik. Fərqli-fərqli rəqəmlər söyləyənlər var da. Yəni bunları biz məsəl üçün özləri deyir də, məsəl təqribi müşahidə edir güya belə son nəticəyə gəlir, amma əslində rəsmi açıqlama olub. Azərbaycan əhalinin sayı açıqlanıb. Qafqaz Info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Azərbaycanın əhalisinin sayı nə qədərdir? Bildirilib ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 11.338 nəfər və ya 0,1% artaraq ümumiyyətlə artım var. Vallahi nəslimdə, kökümdə heç dünyaya uşaq gəlmir, az halda gəlir də. Ölənlər, dünyasını dəyişənlər daha çoxdur. Yəni bu dünyasını dəyişənlərin yerinə gündə gör nə qədər uşaq doğulmalıdır ki, o gəlib o dünyasını itirənin yerini tutsun. Amma artım mən düşünmürəm belə çoxdur və 2025-ci ilin may ayının 1-nə vəziyyətinə görə, yəni bizim əhalinin sayı 10 milyon 2336 1 milyon 236 min 227 nəfərə çatıb. 11 min deyirlər, 11 milyon, 11 milyon. Yəni, olursa mən 11 min, 10 min demişəm, sal, üzrlü sayım, nəyisə səhv edə bilərəm əvvəldə. Amma milyonda 10 milyon. Allah hər birimizi qorusun, daha çox olaq. Sara Səfra Bahadurdan məhz bu qədər.